Hər vaxtınız xeyir dostlar, xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Süper Liqasının 10-cu turunu oynayır. Galatasaray Göztepe oyununda maraqlı oyun olmasını gözləyirik. İnşallah Galatasaraydan da bu günləri yaxşı oyun gözləyirik. Bodo Glimtlə Çempionlar Liqasında oynadığı oyun kimi oyun bu günləri oynamalıdır. Söz yox, o oyunda çox çox oynadılar, çox yoruldular. Ola bilsin biraz performans düşüklüyü olsun. Oradakı sərf etdikləri performansa görə çox oynadılar orada, çox yoruldular. Bir gün Torreira yoxdur Galatasarayın heyətində. Torreira müəyyən səbəblərə görə öz ölkəsində də bir gün olmayacaq. Torreira olmayacaq binləri Torreira olmayacaq Galatasarayın heyətində. Ona görə o olmasa Galatasarayın oyununa necə təsir edəcək Torreira'nın olmamağı. Rams Parkdadır, Galatasarayın öz meydanındadır. İnşallah maraqlı oyun, hakimlərin danışılmadığı bir qələbə daha İnşallah qazanar Galatasaray. Qazansa Okan Buruk'un Galatasaray'ın baş məşqçisi olduğu dövrdə 100-cü qələbəsi olacaq. İnşallah o da olar. Oyun başlayır. Oyuna keçməmişdən qabaq dostlar kanalıma abunə olun. İnşallah yavaş-yavaş abunələrim də artır. Dəstək olsa kanalıma yaxşı olar, sevinərəm. Abunə olun, videolarımı bəyənin əgər xoşlayırsınızsa videolarımı. Yorumlarınızı yazın, fikirlərinizi bildirin. Daha da böyüsün kanalım. Keçək oyuna, görək oyun necə olacaq. Vur Osimhen! Osimhen burada. 3-cü dəqiqə Victor Osimhen. Yaxşı şans gəlmişdi ayağına. Yaxşı başlayıb Galatasaray, preslə başlayıb. Bodo Glimt'dən oynadığı oyun kimi başlayıb. Ayağına gəlmədi, heç biraz uzağına qaldı. Amma ilk şansıdır. Davam, belə davam. Səsə bax, uğultu səsinə bax. Ver de Osimhen de. Ver de Osimhen bir nedir de. Osimhen ver bu tarafa, Sane boştu da. Kaşan. Kontra sağa verseydi boş idi Sane orada. Sane boş idi. Sağ tarafta Sane boş idi. Satabilir miyiz abi ya? Sağ tarafa atsaydı Sane çək vur Sane da. Korner. Erken gol. Sara ortaladı. Gəlmədi. Sanchez. Bizdə. Vurdu. Çıxart da. Şalay senin var yok valla. Çıkart da bu topu da. Buna bak. Şalaya bakın. Şalay oyna baş. Şalay topla korkuyor kalkmağa. Kalk topa vur da çıkart da. Ay. Çıkart bu topu da. Ya. Kontra atağa göre de sıkla. Bravo. Burada kimin səhvidir? Buradan pas verdi. Davinson yine de attılar Davinson'u. Offside yoktu. Yine attılar Davinson'un arkasına. Abdülkerim de Davinson'da. Arkalarına top atanda çata bilmirlər. Burada direkten döndü. Üst direkten döndü. Burada Şalaya bak. Sen topa necə qalxa bilmirsən? Sen ne oyuncusan axı sen? Bura bax. Bravo. Burada Şalayın səhvidir. Yani başka bir söhbət olmaz, onun səhvidir. Bravo. Topa qalxa bilmir. Bravo. Sənin oyuncusu 7-ci dəqiqə Göztepe 0. Galatasaray 0 Göztepe. Əsəbdə də bilmirəm nə danışıram. Offside yoxdur orada. Mən offside görmədim. 1-0. Victor Osimhen. Offside.
oyuncular. Kolesi gidiyor. Diğer tarafta da maçın hakemi elini havaya kaldırdı. Offside verdi. Bak hala görmedim hiç. İşte az önce yaşanan pozisyon. Abdülkerim'in gönderdiği Burada gitti. Furkan ve Barış Alper. Ya offside deyirsə nə qədər offside? Bu pozisyonda Osimhen topu Osimhen var ha. geçti. Golü attı ancak Biraz da qaçsaydı qapısını da kəsəcəkdi Osimhen. Ama o verdi axı pası. Ama o verdi ha. Şu anda oyuncular Göztepe'nin oyuncusu verdi pası, offside yoktu. pozisyonu tekrarını izlerken Göztepe'nin oyuncusu verdi pası, offside yoktu. Gol. Offside yoktu. gönderdi ancak Offside yoktu. Vallahi billahi offside yoktu. Pası Göztepe'nin oyuncusu verdi. Orada elə bildi şey verdi. Barış Alper. Göztepe'nin oyuncusu verdi pası. Qapıya verdi Osimhen'in qabağına. Yoktu yok. Goldu. Goldu bu. İsmail Abdülkerim şu anda İki saat ne incelirsiniz? Burada fakt gördüm de goldu bu. Gol offside değil. Galatasaray oyuncularının yoğun bir itirazı vardı. Pası Göztepe'nin oyuncusu arkaya vermək istədi. Osimhen'e düştü. Şeyin oyundası gibi. Goldu. Yaşanan pozisyonu Dinleyin. top Osimhen'in önünde kaldı. Şimdi parolasıyla da bir yandan diyalog halinde hakem. Pozisyonu yeniden ekrana Aha. Burada geldi. Burada Kaya, İbrahim Çağlar'ın şey verseydi, Barış Alper verseydi pası offside ama Göztepe'nin oyuncusunun ayağından getdi. O verdi. O, yani heç bir əlaqəsi yoxdur Barış Alper'lə. Getdi baxmağa. Gol. Gol olmalıdır bu. Baxmağa getdi. Bu nə yoxdur bu. Çox incələməyə ehtiyac yoxdur. Fakt görünür bu. Bax. Əməli başlayan kişi, əməli başlı pas verir. Barış Alper'in olsun onunla əlaqəsi yoxdur. incelemesi tavsiye edildi. Barış Alper qaçırdı sadəcə. Furkan ve Barış Alper hareketlendiler burada. Sonrasında top Osimhen'in Gol 1-1. 1-1. Oyununda presle oynuyor. Bir tane arkada gelen oyun şey yoktu. Davinson yoktu. Trabzon oyununda. Dersen Trabzon'da yanlar. Oyuncuların açılmasını istiyor. Pozisyona baktı. Gol! Golü verdi. Gol! 1-1. 1-1. Oynayın bunu. Victor Osimhen'le. 1-1. Özü de benim özü pas verdi. O top Furkan'dan geldi dedi. Var incelemesinden. Oyunu bir tane bıraktı. Bir tane bir şey oldu ki Davinson sarı kart aldı. Cezalı duruma düştü. Gələn həftə Trabzonsporun oyununda yoxdur. Olmayacaq. İndi onun yerinə də Metahan oynayacaq. Yoxsa bir dənə də gənc oyunçu var, o da yaxşı oyunçudur. Yoxsa Trabzonsporun oyunu çətin olacaq. Trabzonsporda yaxşı oynayır. Galatasarayla xal fərqi 2 idi. Galatasarayla bir dənə oyun əsli idi. Göztepe maçında golü vardı. Trabzonsporda yaxşı oynayır. Attı. Yine Qəşəng bu oyunu qələbə qazanmaq lazımdır. bulmuştu. Anlaşamadı. Gözüncü şansı Galatasaray adına. Yunus Akgün. Sane hemen yanında hareketlendi. Sane yerde kalıyor bu pozisyonda. Sarı kart deyil bu. Vurdu San'ın ayaqlarını qırdı. Sarı kartı çıxart buna. Çıxart sarı kartı buna. Topu yaman attı ama topu keçiddə özünü kəsəmədi. Amma pis vurdu ya. Bu sarı kart da verdi sarı. Akgün'ün pasıyla Sane hareketlendi. Topa dokundu ama. Oynadı bu San'la oynadı dedim. Bu San'la pas verin. San yavaş yavaş şey yok. Komandaya ölçəşib də komanda yoldaşlarına oynamaya başladı. Prosta San'ya biraz çox oynamaq lazımdır. Ona uzun paslar çox atmaq lazım ki, qaçsın. Dribling eləsin, oyunçu keçsin. İnşallah bir dənə də boz Sane bura. Başlayaraq bir dənə Sara, bir dənə qaçan paslarından kəslər. Bırax bu şalayın başını. Ay. Ceza sahasına Osimhen. Doğrudan oyun alanının dışına gitti. Pası Şahlayi uzak mesafe. Sert. Oo! Ne oldu ya bu? Şahlayi. Şalay özünü affettirəcəkdim vursaydılar va. Vursaydı öz səhvi şey eləmiş olacaqdı. Vura bilmədim. Qəşəng vurmuşdu amma. Göydə ay hardan qayıtdı ala. Birinci hissə bir dənə də vursaydı 2-1. Göztepe də yaxşı oynayır. Göztepe də preslə oynayır. Qabaqda pres edir Göztepe. Bax müdafiəyə çəkilmir. Göztepe qabaqda pres edir. Elə Galatasaray oynadığı kimi oynayır. Preslə oynayır. Yaxşı oynayır Göztepe'nin oyunu xoşuma gəldi. Pres edirlər bax. Galatasaray'ın keçən kimi gözləmirlər ki Galatasaray gəlsin. Galatasaray öz meydan sahasında başlayanda başlayırlar presə. Ona görə də ki elə oynadığına görə də ki indi 1-1 deyir.
Oynayırlar valla. Göztepe halaldı ama Galatasaray biraz da dəqiq. Biraz yenə də Barış Alper bu gün də yaxşı oynamır. Barış Alper. Çox yeriyə oynayır. Barış Alper yeriyə oynayır. Bir çalım daha denedi Sara. Kademede Henrichon. Şimdi Ekran. Bax, Boçeliyə qırmızı kart verdi. Baxaq görə qırmızı kart var yoxsa bax düz danışmaq lazımdır. Sarı kartı vardı birinci bayaqlar. Oyun təzə başlayanda burada. Baxaq. İlk pozisyonda da Dirsəyi Osimhen'in üzünə gəldi. ardından yine topu Sarı kartı vardı ama bu hava topundan sonra bir kez daha hareketlendiler. Sonrasında verməmək də olardı məncə. hakem Məncə verməmək də olardı. Prosta bir söz bilə-bilə deyil, bilə-bilə yəni dirsəyə atmır. Əlin belə eləyəndə sifətinə gəldi. Yəni fauldur, amma qırmızı sarı ikinci sarını vermək nə bilim valla. Yəni Galatasarayda olsam məncə ikinci sarını verməmək olardı. Olmazdı. Yəni verməyə bilərdi də ikinci sarını. Yəni faul vardı. Belə gedəndə dirsəyinə Osimhenin üzünə dəydi, amma qırmızı kart məncə nə bilim. Yəni verməyə də bilərdi də, başa düşdüm, verməyə də bilərdi. Amma verdi, ikinci sarını verdi. Qırmızı kartla Göztepe 10 kişi, indi deyəsən var da baxılır buna. bir yandan Göztepe'li oyuncularla konuşmayı sürdürüyor Oğuzhan Çakır. Vardan bir xəbər gəlmədi deyəsən, elə qırmızı kart olacaq yerində, amma ki burada sarı kart almışdı, göstərdi bəli şeyə. Sane'ye qarşı Sane keçdi, atdı topu keçdi, özünü keçirəmədi. O yıxıldı, orada sarı kart aldı. O sarı kart da düzdür. Buradakı sarı kart da yəni düzdür əslində. Ve sonrasında da kırmızı kart oyun dışında kaldı. Düzdür əslində, amma verməyə də bilərdi mənim fikrimcə. Verdisə də bir söz deyəm olmaz, qırmızı kart. Göztepe 10 kişi oyunun 44-cü dəqiqəsi gedir. Sarı kartla cezalı duruma düşmüş. Sonrasında bir birlik beraberlikle ilerleyecekler. Dostlar ilk hissə bitdi. İlk hissə Galatasaray 1, Göztepe 1. Göztepe'nin oyuncusu 43-cü dəqiqədə qırmızı kart aldı. İkinci sarıdan qırmızı kart. Fikrimcə qırmızı kart ilk sarı kart vardı, ikinci sarı kartdan qırmızı aldı. Fikrimcə sarı verməyə bilərdi. Vardı, faul vardı, dirsəyi ilə vurmuşdu Osimhenin üzünə. Mənim fikrimcə sarı verməyə bilərdi. Yəni versə də bir söz deməz kimsə məncə. Amma qırmızını və ikinci sarıdan qırmızını verdi. Var da şey eləmədi. Vara da çağırmadılar ki, baxsın deyə. 10 nəfərlə oynadı ki, Göztepe hardasa 10 dəqiqə. 10 dəqiqəyə yaxın 10 nəfərlə oynadı. İkinci hissədə görə necə olacaq? 10 nəfərədir. Biraz birinci hissədə oynadığından biraz ehtiyatlı oynayacaq. Da preslə məncə oynamayacaq. Da biraz müdafiəyə doğru oynayacaq Göztepe. Ona görə ikinci qolu, üçüncü qolu vurma lazımdır. Çünki Osimhen'in yerini, Torreira'nın yerini həqiqətən də görsəndi. Torreira arxaya qaçırdı, arxadan qapıçıdan top istəyirdi, pres eləyirdi. Ona görə Torreira'nın yeri görsənir. İkinci hissədə görüşərik dostlar. Yeniden Jakobs. Bir orta daha. Jakobs. Osimhen yükseldi. Osimhen! Ay, belə qapıçı çıxartdı. Uzandı Mateo. 58-ci dəqiqə Osimhen'in kafa vuruşu qapıçı çıxartdı ya. Başarıyor. İşte pozisyon. Jakobs'un ortası. Oo, qapıçı çıxartdı ya. Qəşəng çıxartdı ya. Osimhen şey girib oyuna Icardi. İkinci hissə Icardi ilə başladı. Barış Alper'i çıxartdı. Barış Alper oynayamıyordu. Amma Icardi'ni tez saldı məncə. Bir dənə korner. Vur burada. Icardi'ni saldı. Icardi'yə də 2 dənə Osimhen'i qəşəng top çıxartdı. Birində qapıçı, birində də çölə getdi top. İşte Icardi hələ tam hazır deyil. İkinci hissəndə girməyi məncə biraz tez idi. Hardasa 65-70-dən sonra girə bilərdi. Amma Barış Alper'i çıxartmalı düz oldu. Barış Alper qaçmır, oynamır. Bilmirəm, fikir qalıb parda, fikir qalıb pullarda. Hem Galatasaray'da hem de Göztepe'de bir hazırlığı var. İki teknik adam da oyuna müdahale edecek birazdan. Şu an topun indiği noktada Jakobs. Yunus ilk hamleyi yapamadı. Müdahale Taha'dan. Hemen kullanıldı taç. Sara. Osimhen'in Dur Osimhen! Osimhen dokundu. Mateus Liz. Ay, ne oldu? Vuruyor Osimhen'i Mateus Liz. Niyə vura bilmədi ya? Nə oldu ya bu? Offside də yox idi ya. Enfes bir orta O gönderdi. necə vura bilmədi ya? Osimhen dokundu ama planları Bax, qəşəng pas verdi ya Sara. Offside də yoxdur. Sara'nın pasına bax.
Oyda, vurdu Osimhen'də, vurdu Osimhen'də. O bitiricilik hər cürə oyun oynayırdı, hər cürə oynayırsan oynadı bir şey Osimhen. Bir dənə bitiricilik zəifdir də. Bitiricilik Icardi. Icardi bitiriciliğini versin ona, bu da Osimhen'də əksi bir şey yoxdur. Bu da oynayanda oyunda neçə epizodda şeylər, qollar, epizodları vura bilmədi. Bitiriciliyi biraz zəifdir. Burada bir dənə qol vurmaq lazımdır. Bir zat vallahi Göztepe halaldır. Göztepe çox 10 nəfərlə də oynayır Göztepe. 10 nəfərlə də hücum edir. Oturmur müdafiəyə. Sara! Sara! Qola bax Sara! Qola bax Sara! Sara! Oradan vurdun sen Sara bu qolu. Halal olsun sana Sara. Gabriel Sara. Gabriel Sara. Ne gol vurdu ama. Ne gol vurdu ama Gabriel Sara. Geçti Gabriel Sara. Vallahi Allah olsun. Kibi. Halal olsun sana. Gabriel Sara bu sezon ilk golü ama çok qəşəng gol ya. O sol ayağına of. Yerlə nə vurdu ama. Yerlə nə vurdu ama. Qapçının da səhvi vardı. Qapçının üstüne de geldi. O top çok qəşəng, ağla. Kibi. Oynayın da oynayın. Bu kırmızı kart alıblar. İndi kırmızı kart söhbəti qutardı, düzdür, səhvdir. Nə bilim nədirsə qutardı, 10 nəfərdir. Vurun da 3. Davamı. Ağla. Osimhen. Gol! Mauro Emanuel Icardi. Emanuel Icardi. 3-1. Emanuel Icardi. 3-1. Yine vurabilmedi Osimhen. Görsə bitiriciliği zəifdir Osimhen'in. Hər bir şey var. Hər cürə oyunu var. Pres. Ne bileyim kaçmaq. Hər bir şey var da. Ama bitiriciliği de zəifdir. Bitiriciliği Osimhen. 3-1. Əla. Burada aldı topu kontra. Qəşəng pas verdi Sane'yə. Sane burada biraz şey oldu. Oyuncular gəldilər ki. Burada verə bilmədi. Baxa offside zadı yoxdur. Əla. Burada offside yoxdur. Bir dənə baxaq offside olmasın. Yo, offside'dan söhbət gedər. Vurdu, qapısı yenə çıxartdı. Icardi. Mauro Icardi. 3-1. Vur Osimhen. Osimhen ne oldu ya? Offside. Vay səni Osimhen. Çox offside qalır. Çox tələsir. Offside, təmiz offside yarısı. Yenə də vura bilmədi. Offside də olmasaydı vura bilmədi. Bitiricilik lazımdır. Biraz var bitiriciliğinə məşq eləsə da əksi bir yanı qalmayacaq da. Şu 3-1 bir dənə də vursalar 4-1. Yəni tam rahat. Abdülkerim bir dənə səhv elədi yenə həmənki kimi arxada bir dənə səhv elədi. Yaxşıdır vura bilmədi. Pası verdi. Qapısı ilə 5 metrədən vurdu sonra. Yaxşı vura bilmədi. İndi olacaqdı 3-2. Lap oturacaqlar müdafiəyə. Göztepe'də vallahi oynayır. Müdafiəyə oturmur, oynayır. Başa pasa baxırsa. Vay ne oldu ya? Böyle Sara'nın ara pasına baxa. Ne pası deyir? Sen Iniesta'san sen. Ne pas verdi ya? Sen Kroos'san ne pası deyir? Şey də yaxşı pas verdi ama çıxartdı. Sane də yaxşı çıxartdı, vura bilmədi Yunus. Vurun, bir dənə də vurun da. Ara pası yaman ara pasıdır ya. Dostlar, oyun bitti. Galatasaray 3-1 kazandı. Göztepe 10 kişi oynayan Göztepe məğlub elədi. Xalını 28 elədi. 10 oyundan sonra 28 xal. Təbrik edir Galatasaray. Azərkeşlərini, özümü də elə. Amma ki qırmızı karta gəlincə qırmızı kart mənim fikrimcə qırmızı kartı verməyə bilərdi. Amma
UEFA-nın, FIFA-nın qaydaları var ki, əl üzə gəlirsə saxlanılmalıdır, kart olmalıdır, kartdır. Əsasən də kart olmalıdır. Ona görə də ki, o FIFA-nın qaydalarına görə kartdır və qırmızı, sarı kartdır və qırmızı. Ona görə də ki, amma o penalti qalanda mənim fikrimcə verməyə bilərdi. Yəni qırmızı verməyə bilərdi o epizodda, amma qaydalara görə verildi və 10 kişi qaldı. Təbrik edirəm Göztəpəni, Göztəpə Azərkeşə. Göztəpə həqiqətən də çox yaxşı oynadı. Qapıçı bəlkə 10 dənə, 15 dənə top günləri çıxartdı. Osimhenin bir dənə qolundan sonra bütün Osimhenin qapıya zərbələrini çıxartdı. Neçə dənə epizodda top çıxartdı, hal olsun, vallahi Göztəpəyə hal olsun, yaxşı oynadı. 10 nəfər də oynasa yaxşı oynadı. Müdafiədə oturmadı, hücuma çıxdı, hücum elədi. Bir kişidə bir dənə epizodu da oldu. 100% epizod oldu. Abdülkərimin müdafiədə yenə də elədiyi səhvdən pas verdi, amma 2-5 metrədən Göztəpənin oyunçusu topu yuxarı vurdu. O vursaydı 3-2 olardı, başqa cür də ola bilərdi oyun. Qırmızı kartda da ki, qırmızı kart olmasaydı məncə Galatasaray yenə də qazana bilərdi, amma bəlkə də qazana bilməzdi. Oyun tam başqa cür olardı. Bəlkə yenə Göztəpə gol vuracaqdı, biraz oyundan da düşəcəkdilər, amma qırmızı kartda biraz oyunu dəyişdirdi. Təbrik edirəm Qalatasaraya, Galatasaray azarkeşlərini. Hal 28 oyuna maraqlı oyun getdi. Hakem də ki, belə də biraz ortada. Yəni məncə tam pis idarə eləmədi, amma bəzi şeylərdə səhvləri oldu. Videonu burada bitirək dostlar. Təbii ki, videomuz bitdi, oyun da bitdi. Əgər videolarımı bəyənirsə takip etməyi, şərh yazmağı, Azərbaycanca şərh yazmağı, türkçə yorumlarınızı yazmağı unutmayın. Fikirlərinizi bildirin ki, mən də belə videoları çəkmək üçün həvəs yansın daha da. Yəni deyirəm, takip edin, xoşunuza gəlirsə videolarımı takip edə bilərsiniz dostlar. Sağ olun, görüşək.